Azərbaycanda yaşı 15-dən çox olan avtomobillərin taksi fəaliyyətində istifadə olunması qadağandır. Bəs ictimai nəqliyyatda istifadə olunan avtobusların neçə yaşı var? Bəli, bu sualın cavabını eşidəndə kiminiz kövrələ, kiminiz isə əsəbləşə bilərsiniz. Çünki Bakımızda istismar müddəti bitmiş köhnə və narahat avtobuslar hələ də xəttə buraxılır. Avtobusun neçə yaşı var, neçə ilin buraxılışıdır? Onu bilmirəm axı. Rahatçılıq heç şey olmalıdır, amma maaş da lazımdır. Yaxşı maaş olmalıdır. İdarə etdiyimiz avtobus hardasa bir 10 il, 15 ilin maşını olar. Keyfiyyətli maşınlardır. Mən şoför adamım, heç fərqi yoxdur. Bu avtobusun neçə yaşı var, neçə il istismardadır? Amma bilməm. Azı 20 ildir də 20 il istismarda. olar. Günün pik saatlarında avtobuslarda yaşanan sıxlıq və havalandırma sisteminin işləməməsi vəziyyəti daha da dözülməz eləyir. Temperatur 30-34 dərəcəni göstərsə də köhnə avtobuslarda kondisionerlər işləmir. Bəzi köhnə avtobuslarda isə ümumiyyətlə kondisioner yoxdur. Sərnişin daşımada istifadə olunan bu avtobusların salonlarında oturacaqlar köhnə, çirkli, natəmiz və narahatdır. Çox pisdir. İndi müasir avtobuslar var. Bunlar rahatdır bizim üçün. Mən də istəyirəm rahat üçün hövsana bir saata gedib çıxacaq. Bu istidə əlbəttə olsa yaxşı olar. Günortadan sonra daha çox sıx olur. Nəfəs almaq mümkün olur hətta. Rahat gedə bilmirik, sıxlıq yaranır. Təmizlik olsa, komfort olsa daha yaxşı olar da. Yəni İstidir, balaca ilə gedirsən, uşaqla, böyüklə çox çətindir. Biraz narahatdır. Avtobusların əksəriyyəti narahatdır. Köhnəliblər, ayağına silkəlir, qoca adamıq, qolumuz, qıçımız ağrıyır. Komfort cəhətdən bir dənə kondisioneri çatmır bu maşının. Qalan hər bir şey yaxşıdır. İçəridəki Bir dənə natəmizlik. natəmizlik deyəndə onsuz bu təzə maşında da var, köhnə maşında da var. Yillər atırlar maşının içinə. 50 dəfə xahiş edirsən, 50 dəfə söz deyirsən, yenə də xeyri yoxdur. Elə simiskanı çitdirlər, atırlar yerə. Bir də görsən salfetkadır, silirlər, atırlar yerə. Bir sıra avtobuslarda müşahidə elədik ki, avtobusun egzosundan qara tüstü ətrafa yayılırdı. Bəs yaşı 20-25 il ötən indiyənə qədər bəlkə də 100 minlərlə kilometr qət eləyən bu natəmiz və narahat avtobusları xəttə buraxan kimlərdir? Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov sorğumuza cavab olaraq bildirdi ki, avtobus parkının yenilənməsi prioritet vəzifələrdən biridir. Onun sözlərinə görə marşrut xəttləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə çıxarılır. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır. 2024-cü ildə 11 marşrut üzrə 154 avtobus yenilənib. Bu marşrutların əksəriyyəti paytaxtın kənd və qəsəbələrini əhatə edir. COP29 ərəfəsində ölkəyə gətirilən 160 elektrik mühərrikli avtobus paytaxtın müxtəlif marşrutlarında xətlərə buraxılıb. Özəl daşıyıcı şirkətlər də təmiz texnologiyalar əsasında işləyən 60 avtobus alıb və mərhələli şəkildə istifadəyə verir. Əlavə olaraq 2025-ci ildə özəl daşıyıcılar tərəfindən 100-dən çox avtobusun gətirilməsi gözlənilir. Bundan əlavə 200-dən çox avtobus təmir edilərək xidmətə qaytarılıb. Həmçinin yaxın zamanlarda avtobusların yerli istehsalına da başlanılacaq. Nəqliyyat eksperti Elməttin Muradlı isə deyir ki, avtobusların köhnə olması sərnişinlərin təhlükəsizliyi cəhətdən də problem yarada bilər. Bu avtobuslarla bağlı vəziyyət həqiqətən də ürəkaçan deyil. Niyə görə? Çünki onların da istismar müddəti var. Yəni ən pis halda 10 il. Onlar istismar oluna bilər. Ancaq bizdə hal-hazırda həqiqətən də ili kifayət qədər köhnə olan avtobuslar var. Onların istehsal ili artıq 10 il yox, 20 ildə keçib. Bugün avtobus parkının yenilənməsi sürətli şəkildə həyata keçirilmir. Çünki bu çox vəsait tələb edir, həm də vaxt tələb edir. Taksilərdə belə deyək də, taksinin məsəl üçün 100 taksinin qiymətinə ən azı 10 dənə avtobus almaq olur. Təsəvvür edirsinizmi? Yəni 10 avtobusun pulu ilə siz 100 taksi ala bilərsiniz. Ancaq avtobuslarda biraz çətindir. Nə onu daşıyıcıdan tələb eləmək olmur ki, bir ayın içində, bir ilin içində hamısını dəyiş. Əlbəttə, istismar müddəti çox olan bu avtobusların hələ də xəttə olması təhlükədir. Sərnişin daşımada və yaxud da ictimai nəqliyyatda insanların narahatlığına səbəb olur və narazılığına da həmçinin. Ona görə onların tez bir zamanda dəyişilməsi, yenilənməsi arzu olunandır. İndiki vəziyyətdə isə sərnişinlərə ya gözləmək, ya da mövcud vəziyyətə dözmək qalır. Necə deyərlər, Allah səbir versin. Mirzə Altay, Vüsal Bayramov, APA TV.